Bunları mən o qədər bir təhlükəli ona görə yığmıram ki, bunlar satdıq mallardır. Ona görə bunlar, yəni satdıq olduqları üçün bunları mən tez-tez sökürəm də ona görə. Hər müştəri gələndə mən bunları sökürəm, baxırlar. Ona görə ehtiyac olmur da mən bunları səliqəli yığım, qabların içinə yığım qoyum. Yox. Yoxsa belə, yəni özümüzdən olsa şifanerə yığaram. Yox, belə burada müştəriyə olur deyə ehtiyac olmur onları yığmağa. Ona görə bunları burada saxlayıram, çünki hər müştəri gələndə sökürəm. Ümumiyyətlə qızlar, vəbşə evdə iş tutarmış. Ümumiyyətlə tutarmış ki, məndən hər kəsin evində işi çox olur. Valla, mən demirəm, bəlkə mən çatdıra bilmirəm, bəlkə ola bilər, amma işi çox olur. Mən çatdıra bilmirəm. Valla, mən işim çox olur, bacı, mən yalan nə deyim sizə, xanım. Həqiqətən mənim işim çox olur, mən çatdıra bilmirəm qızlar. Yəni, həqiqətən mən bütün günü mən əlim işdə olur, amma ortada nəticə yoxdur. Amma o təmizləyirəm var qızlar, onda ruhum dincəlir də, rahatlaşıram, elə geçən yolduram sonda. Bilirəm ki, bir həftə, düz bir həftə mənim evim təmiz qalır onda, bir həftə. Uzağı bir həftə, bir həftədən artıq qalmır. Bir həftədən sadəcə uzayı başlayır boşalmağa. Onda alınmır qızlar. Gərək məcbursan ki, onda bir həftənin sonunda uzayı toplayasan ki, ortada bir şey qalsın. Buranı yiyəsən, bu dönəyi yığacam, hara nə boşaldacam ki, buralar boşalsınlar. Baxarıq. Biraz səlqə saldım belə. Biraz buraları boşaltdım. Burada şkaflardı bir dənə. Suşulka kimi. Onu çıxartdım. Tökmüşəm hələ. Hamısı ortalıqdadır qızlar. Hələ yığmağa hələ yer tapmıram. Fikirləşirəm haralara qoyacam və necə tapacam. İnşallah ki, yekunlaşdıraram. Günün yarısı gedib mən elə bu otaqdayım hələ. Qızlar, dünənki tortdan qalmışdı. Dedim bir dənə yorğunluğumun üstünə gəlin bir dənə çay içim. Çox yorğunam. Boğazım tozdan qıcıqlanır. Burada bir dənə kosmetika yerim qalıb. Onu da yekunlaşdıra bilsəm çox yaxşı olar. Mən də o qədər xırda-xırış şeylər yığıram ki, dəhşət də belə. Yəni, düzgün qabağında yer olmur yığmağa. Bilmirəm, heç hansı birindən başlayıb. Hansını tutarım, hansını təmizləyim. Hansını tutara bilmədiyim üçün bölmüşəm ancaq 2 günə işlərimi. 2 günə inşallah yekunlaşacağım. Bugün yarısını çölə çıxacağım. Bugün biraz çöldə işlərim var. Bunları həll edib evə qayıdacağım birazdan.
içinə xlorlu su tökürəm ki, xalçanı təmizləmək istəyirəm. Dərmanlı bastı tökürəm içinə. Xalçalarımı da təmizləyim. Həqiqətən, yəni həm ximçat kimidir, həm də yaxşı təmizləyir də. Uşaqlar evdə mütləq lazımlı bir şeydir. Parı da yaxşıdır, bu da möhtəşəm bir şeydir. Həqiqətən çox gözəldir. Məsləhət görərdim sizə də. Qızlar, inşallah başlayıram. Polları da silirəm, qutarıram demək olar. İşləmi tamamlayıram. Kravatın altını silmişəm. Bir dənə qalıb qıraq hissələri. Onları da silirəm. Təmizləyib qutardı. Ayaqdan kravatın altını çəkmədim sizin üçün, çünki ora kameraya görə ora girə bilmirəm də. Sadəcə qutarıram, yekunlaşıram. Kameraya görə kravatın altını sala bilmədim. Alta belə sildim. Sonra çəkdim. Yekunlaşıram demək olar. Çox sağ olun, təşəkkür edirəm. Söndürdüm. Qonaq otağına keçirəm, buranı təmizləməyə başlamaq istəyirəm. Bərbad haldadır. Arxa otaqları qutarıb bura çıxmışam, bura baxıram, dəli oluram ki, bərbad gündədir. Hələ kuxunam qalıb. Yox, kuxundan sabaha saxlayacağım, çünki heç çatdıra bilmərəm kuxundan ujaq. Zalı da qutardım. Tamamladım zalı da. İndi gedirəm masaja. Sonra gəlim kuxunaya başlayacağım. Dəhşət yorğunam. Necə tamamlayacağım bilmirəm. Yəqin ki, axşama kimi tamamlayaram hamısını. Saxlayım. Qızlar, axır ki, yekunlaşdırdım işimi. Bir dənə çay içim. Sizlə söhbət eləyələ sağ olaşaq. Mən məqsədim burada kiməsə iş öyrətmək deyil. Ev işləri, maşallah, mənim kurğumda olanların hamısı ev işlərini çox yaxşı bacarırlar da. Çox qəşəng bacarırlar ev işlərini. Sadəcə mən burada maraqlı olsun deyə mənim üçün yaxşı da. Avramı çox yaxşı eləyir. Mən xoşlayıram ümumiyyətlə o şeylər. Ümumiyyətlə mən illərdir həmişə xaricilərə baxırdım. Hələ bizdə onda Azərbaycanda yox idi heç. Mən elə xaricilərə baxırdım onda belə şeylər xoşlayırdım. Mən ev təmizliyi eləyəndə ümumiyyətlə əhvalım çox yaxşı olur. İndi də özümüzdəkilər də var, maşallah, çoxdur indi bir dəqiqə. Mən də nəsə maraqlı gəldi, eləmək istədim də. Çox sağ olun, mən baxdığınız üçün təşəkkür edirəm hamınıza. Yaxıb bəyənib abunə olsanız məmnun qalaram. Çox sağ olun. Bu da mənim kuxunamın son halıdır. Yekunlaşdım, şükür.